kəlmə deyim. Yağın ola bilər ki, Sevinç xanım öz həmkarından acıqlıdır. Hansı ki, zamanında mən bildiyim qədər sizin bir sevdiyiniz insanı əlinizdən alın. Oradan gəldi ağlımıza. Yox, elə bir şey olmayıb, yox. Əslində belə... Və dediyiniz qədər də o insan da xanəndə deyil, onu da vurğulayın. Orası elədi, amma... Sona xanımın dediyi yalandır mı? Sona xanım... Nə maraqlıdır, bax sən açıq-aşkar danışan insansan. Sənin həyatında olan bir insan, özdə bir ildə yox. Sonra dedi, mən də indi deyəcəyəm. Acıqla gəlsə də, gəlməsə də. Yox, acıqma niyə gəlir? İllərlə həyatında olan insan, sənin vaxtında yaxından, uzaqdan rəfiqəli etdiyin insan, onu sənin əlindən aldılar, fakt aldılar. Aldı. Sən ona görə agresifsən bugün və sən düşünürsən ki, mən o adamla da yaxından, uzaqdan bir salam melekim var və mən bir yerdən eşitmişəm ki, sən demirsən ki, Tolik bunu sifariş deyir. Mən hələ tanımamısan, Seva. Mən səncə kiminsə sözü ilə oturub duran adam olamam. Mən bilirsən ki, bir neçə il bundan qabaq, deyək ki, 10 il, düz 10 il bundan qabaq, bəli, ailə həyatı qurub çıxıb getmişəm və mən ona hər şeyi, həyatımı, hər şeyimi, karyeramı, mən o insana qurban eləmişim. Neçə il bir yerdə oldunuz? 4 il. Sən onu bilirsən. Bilirəm. Mən o insana o qədər çox dəyər vermişəm, o qədər o insanı sevmişəm ki, bəlkə onu başa düşmədi və yaxud da onu başa düşəcək bundan sonra onu bilmirəm. Amma həqiqətən mən bir eşq uğruna elədiyim fədakarlıqları yarısını sən bilirsən, hamısını özüm bilirəm. Onu Renkada bir çoxlarımız tanıyırdıq, yəni, amma niyə bu baş verdi ki? Bəlkə bu agresiyadır səndə dostlara qarşı, biz demirəm, müğənnilərə qarşı. Ola bilər, bəzən olur insan küsür insanlardan, amma insanıq da, insan istəyir ki, sevəndə ona hər şey eləsin, fədakarlıq eləsin. Amma mənə qarşı təbii ki, haqsızlıq oldu. Mən ki, o insan üçün hər şeyimdən keçmişdim. Ona heç kim eləməzdi. Mən elədim ona. Amma yenə də halal xoşu olsun. Halallığını da verirəm. Mən yenə də həyatımda bu günləri həyatımı yaşayıram. Bəzən düz deyirsən, mən bildim ki, nə demək istəyirsən. Yenə də onların öz həyatlarıdır. Xoşbəxt olsun deyirəm, hər kəs ayrı-ayrılıqda. Əgər ki... Mən bildiyimə görə orada da heç nə yoxdur. Onlar da ayrılıblar mən bildiyimə görə. Çünki başqasının bədbəxtçiliyin üstündə xoşbəxtliyi qurmaq olmaz. Mənim elədiklərim hara, mənim elədiklərim fədakarlıqlar hara, onun ki qədrini bilməyən bir insan nəyin qədrini biləcək? Mən anlamadım.